Bu dəfə sürücülər elə digər sürücülərdən narazılıq edirlər. Burada bu küçədə və bura dayanma durma qadağandır. Amma eyni zamanda burada elektromobillər üçün şarj stansiyası quraşdırılıb. Amma gətirib maşınları və burada park edirlər. Kadrlar paytaxtın Nərimanov rayonunda çəkilib. Əli Əşrəf Əlizadə küçəsində yerləşən şarj stansiyası avtomobil sürücüləri üçün əlçatan deyil. Bunun səbəbi isə orada dayanan digər avtomobillərdir. Elektromobillərin bura girişi məhdudlaşdırılır. Və elektromobil bura hardan girsin? Nətər girsin? Bunlar ağıllı adamlardır hamısı. Sürücülər qaydaları pozaraq dayanma və durmanın qadağan edildiyi ərazidə avtomobilləri saxlayırlar. Ərazidə yaşayanların sözlərinə görə bu tez-tez baş verdiyi üçün ciddi narazılığa səbəb olur. Gələn hər kəs saxlayır burada saxlamaq olmaz da. Burada təbii ki, bunu hər kəs başa düşməlidir ki, bura şarj maşınları olan son bir yerdir bura. Gəlib saxlayırlar maşınları çıxıb gedirlər. Həm də obyektlərimiz buradadır, biz də burada çalışırıq. Həmişə də deyirik, xeyri yoxdur. Niyə sən burada saxlamısan? Tembol izalyaka ilə işləmirsə, sən burada niyə saxlamalısan? Eyni şeydə olur. Bura zapravka da olmaz qanunla. İkinci riaddır, giriş-gəliş mümkün deyil. Amma saxlayırlar. Saxlayırlar. Elektromobil və hibrid avtomobil sürücüləri deyirlər ki, bu onlar üçün vaxt itkisidir. Onlar əraziyə nəzarətin gücləndirilməsini və qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsini istəyirlər. Hə, maşınlar elə olur ki, parkovka elib çıxıb gedirlər. Biz gəlirik, zaryadka doldura bilmirik. Misal üçün, bayaq biri var idi, gördük orada dayanıb, amma şarj eləmir. Özləri düşünməlidir, yəni bura sırf bu avtomobillər üçündür. Yəni onu sürücü düşünmürsə, biz nə deyə bilərik? Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Xəzər xəbərə bildirildi ki, həmin ərazidə sürücüləri narahat edən məsələ aradan qaldırılıb. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanuna müvafiq tədbirlər görüblər.